təlqin etmək istəyirlər ki, və utanıb, qızarmadan da dilə gətirirlər ki, ötən hər gün bizim xeyrimizə işləyir. 20 ildir biz bu söhbətləri eşidirik. 20 ildir bunlar millətə nağıl danışırdılar ki, kimsə pencəyin çiynini atacaq və Xankəndinə gedəcək, Şuşa qalasının açarların ona Xonçada təqdim edəcəklər. Nə oldu bu nağılların sonu? Hanı verdiyimiz vədlər? Bəli. İlham bəsdir, 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 İlham bəsdir. Bəli. Ötən gün sizin xeyrinizə işləyir. Amma Qarabağın azad edilməsində yox. Bu məmləkətin sərvətlərin talan etməkdə sizin xeyrinizə işləyir. Bu məmləkətin neft pulların oğurlamaqda sizin xeyrinizə işləyir. Əlbəttə, qaldığınız hər gün sizi milyonlara qovuşdurur. Siz vətən haqqında düşünmək haqqını itirmişsiniz, siz vətəni azad etmək haqqını itirmişsiniz. Bunları biz edəcəyik, vətənin həqiqi oğulları edəcək, vətən namusunu çəkən insanlar edəcək. Layiqli həyata gedən yol, vətəndaşın öz ölkəsində layiqli həyat haqqına malik olmasıdır. 1.250.000-dən artıq pensiyacı vətəndaşlarımızın ləyaqətli həyatından gedir söhbət. Ölkənin gəlirlərin vətəndaşın rifahına sərf etməklə biz gətirəcək, millətimiz qəddin düzəldəcək, iradəsin qoyacaq ortalığa, imzasını ləyaqətlə çəkəcək, deyəcək ki, biz varıq. Yaşasın böyük vətənimiz, Azərbaycan demokratiyası, biz demokratik düşüncenin taşıyıcılarıyıq, biz bu vətənə demokratiya gətirəcəyik. Vətəndaşlarımızın Allah sevgisi böyükdür, Allah sevgisi təmizdir, Allah sevgisi safdır. Biz bu məmləkətdə imanlı insanlarla böyük yaradan arasına heç kəsin girməsinə imkan verməyəcək. Sizin qarşınızda bəyan edirəm, Azərbaycan xalqından başqa heç kəsin qarşısında bizim öhdəliyimiz yoxdur. Bu mübarizədən məni heç kim çəkindirə bilməz. Yaşasın böyük vətənimiz, Azərbaycan demokratiyası, biz demokratik düşüncenin taşıyıcılarıyıq, biz bu vətənə demokratiya gətirəcəyik. Qarabağsız keçirdiğimiz illere bəsdir deyirik. Biz vətənimizi sizinle birlikte kuracağız. Qələbəyə doğru eşq olsun.
olsun sizlere.